Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Hədəfin canlı efirində xoş gördük sizləri. Bəli, bütün diqqətlər Vaşinqtona yönəlib. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda bugün Sülh Şurasının ilk icrası keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trumpın dəvəti ilə bu tədbirdə iştirak etdi və ümumiyyətlə bu Sülh Şurasının ilk iclası hansı proseslərlə yadda qaldı? Qlobal təhlükəsizliyə Sülh Şurası nə vəd edir və Azərbaycanın bu prosesdə rolu nədən ibarətdir? Regionun təhlükəsizliyinə hansı töhfələri verə biləcək? Bax, bütün bunları müzakirə edəcək. Təbii ki, studiyamızın qonaqları ilə və bugünkü qonaqlarımız da xüsusi seçilmiş qonaqlardır və onları sizə təqdim edim. Azərbaycan Parlamentinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, eyni zamanda Səməd müəllim Seyidov, Amerika Birləşmiş Ştatları Azərbaycan Dostluq Qrupunun da sədridir. Xoş gəlmişsiniz Səməd müəllim. Bir daha xatırladım ki, Səməd Seyidov bizim qonağımızdır və elə parlamentimizin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında Dostluq Qrupunun üzvü deputatımız Gülşən xanım Paşayeva bizimlə bərabərdir. Gülşən xanım eyni zamanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü olaraq da bu proseslərdə öz fikirlərini bildirəcək və sizə də təşəkkürümüzü bildiririk dəyərli vaxtınızı bizə ayırdığınız üçün. Bugün həqiqətən də çox maraqlı bir gün idi dünya üçün. Təhlükəsizlik sistemi arxitekturası yenidən qurulur deyə bilərdik və burada maraqlı çıxışlar, dövlət başçılarının çağırışları, xüsusilə də Donald Trumpın çıxışı diqqət çəkən məqamlarla yadda qaldı. Təbii ki, bütün dünyanın sülhə çağırış var idi və Azərbaycan üçün bugün Sülh Şurasının əhəmiyyəti nədən ibarətdir və ümumiyyətlə Sülh Şurasının özü beynəlxalq münasibətlər sistemində hansı rolu oynaya bilər, hansı yeni mexanizmləri ortaya qoya bilər və xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirdə iştirakını necə dəyərləndirmək olar? Buyurun Səməd. Mən bir də sizə təşəkkürümü bildirmək istəyirəm Şahilə xanım bizi dəvət etdiyinizə görə. Doğrudan da elə hadisələr baş verir ki, dünyada onları mütləq təhlil etmək lazımdır. Ancaq bununla yanaşı bu tarixi hadisələrin içərisində Azərbaycanın iştirakı və hətta mən deyərdim Azərbaycanın həlledici rolunun əyani şəkildə görməsi bizim üçün böyük bir həm qürur hissidir, həm də bir dünya nizamının tamamilə yeni tərzdə formalaşmasının bir konkret amilidir. Sülh Şurasının birinci iclasıdır. Ancaq faktiki təsis iclasını birinci iclas hesab etsək, bu artıq reallaşan və proyektləri gündəmə gətirən bir iclas kimi qiymətləndirilməlidir. Ona görə ki, artıq Vaşinqtonda konkret plan əsasında hansı tədbirlər görüləcək, nə edəcək, sizin sualınıza cavab olaraq hansı dünyaya təsir göstərəcək bu şura, hansı ölkələr burada iştirak edəcək və s. və axır məsələlər müzakirə olunurdu. Bizim üçün təbii ən vacib məsələ ondan ibarətdir ki, Azərbaycanın orada iştirakı qabarıq şəkildə özünü göstərdi, ən yüksək səviyyədə özünü göstərdi və faktiki olaraq siz müşahidə etdiniz, yəqin ki, Sülh Şurasının iclası Azərbaycana təşəkkürlə başladı və Amerika Birləşmiş Ştatlarının prezidenti birbaşa cənab prezidentə, təbii Ermənistan baş nazirinə də öz minnətdarlığını bildirərək bu sülh sazişinin artıq imzalanması, paraflanması və sülh istiqamətində irəliləyiş dünyanın ən vacib əlamətlər hadisəsi kimi qiymətləndirdi. Bax, bütün şura üzvləri, siz bilirsiniz ki, orada 50-dən çox dövlət başçıları, baş nazirlər, xarici işlər nazirləri iştirak edirdilər, əl çalırdılar, dəstəkləyirdilər və hətta Amerika Birləşmiş Ştatlarının prezidenti xahiş elədi ki, cənab prezident, ayağa qalxın, biz sizə birbaşa təşəkkürümüzü bildirmək istəyirəm. Sülh Şurasının təməlini qoyan bir ölkə kimi, yəni ilk iclasda faktiki olaraq Şahilə xanım, bu o deməkdir ki, bu şuranın müvəffəqiyyəti, bu şuranın bax bu səviyyədə dünyaya mesajların verilməsi üçün mandatı buradan, Azərbaycandan, sülh layihəsindən, Azərbaycanın yaratdığı yeni reallığın içərisindən faktiki Amerika Birləşmiş Ştatları götürdü və dünyaya yeni beynəlxalq münasibətlər sistemini bəxş edən də Azərbaycanın xarici siyasəti oldu. Axı, gəlin, tam açıq və tam səmimi söhbət edək. Azərbaycanın siyasəti olmasaydı, cənab prezidentin apardığı beynəlxalq münasibətlər çərçivəsində yeni
siyasət mövcud olmasaydı, qələbəni döyüş meydanında qazanmasaydı, Ermənistanı heç vaxt məcbur etmək mümkün deyil idi. Bizim qələbəmiz, Jalə xanım, siz tamamilə düz deyirsiniz. Bizim diplomatik qələbəmiz, hərbi qələbəmiz, siyasi qələbəmiz, iqtisadi qələbəmiz, bizim apardığımız dünyada iş tamamilə başqa bir mənzərə yaratdığı regionda və bu nəticədən, bu uğurdan ən yüksək səviyyədə cənab Trump, Amerika Birləşmiş Ştatları başa düşdülər ki, istifadə etmək lazımdır. Ona görə ki, dünya üçün bu təcrübə vacibdir. Bu, cənab Trump'ın, belə deyək, uğuru. Ancaq bu uğurun kökündə, bu uğurun arxitekturasını, bu uğurun memarı Azərbaycan Respublikasının prezidentidir. Ona görə tamamilə düzgündür ki, Şuranın ilk iclasında Azərbaycan Respublikasının prezidentinə nəinki alqışlayırdılar onu, onun siyasətini dəstəkləyirdilər və Amerika Birləşmiş Ştatlarının prezidenti də, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti də öz çıxışlarını Azərbaycanla başladı, Azərbaycanın sülh siyasətindən başladı. Faktiki olaraq bir məsələni də qeyd etmək lazımdır ki, bu da bəlkə də ən vacib məsələlərdən biridir. Azərbaycan Sülh Şurasında iştirak edərək yaxın şərqə sülhün bərqərar olunması üçün öz səylərini, öz imkanlarını ortaya qoyur. Ancaq faktiki olaraq Azərbaycanın qalibiyyətini, Azərbaycanın uğurunu möhürlüyür. Bu beynəlxalq strukturun içərisində Azərbaycanın mövcudluğu Azərbaycan qələbəsinin, Azərbaycan uğurunun əbədi möhürlənməsi deməkdir. Ona görə ki, heç kim üçün sir deyil ki, biz də bunu görürdük müharibənin ilkin illərində. Azərbaycan qalib gəlmişdi, Azərbaycan artıq torpaqlarını azad etmişdi. Ancaq Avropadan, bəzi beynəlxalq təşkilatlardan, bəzi ölkələrdən Jalə xanım, təzyiqlər var idi. Bəli, təzyiqlər var idi, başqa cür baxışlar var idi, başqa cür yanaşmalar var idi. Hətta bəlkə qaytardılar fəlsəfəsindən. İstək və arzular var idi. İstək və arzular var idi. Bax, bunların hamısının üstündən xətt çəkmək lazım idi. Bax, bu xəttin çəkilməsi böyük dövlət, dünyanın ən böyük dövləti tərəfindən bugün həyata keçirilir. Və bir də təkrar edirəm, Azərbaycanın apardığı siyasətin gözəlliyi və özəlliyi ondan ibarətdir ki, yaxın şərqdə sülhün bərqərar olunmasından bağlı səyləri ortaya qoyaraq, öz Azərbaycan xalqının sülhünü əbədiləşdirir, möhürləşdirir və buna heç kim artıq şübhə ilə yanaşa bilməz. Ona görə ki, bütün dünya bugün Vaşinqtonda Azərbaycan prezidentinə əl çalırdı və onun apardığı siyasəti bir nümunə kimi yaxın şərqdə də istifadə olunması üçün konkret olaraq misallara istinad edirdi. Bax, budur, ən əsas məsələlərdən biri bundan ibarətdir və Azərbaycan üçün faktiki olaraq bugün yeni bir səhifə açıldı. Artıq biz görürük ki, dünyada gedən proseslər, xüsusilə bu saat müharibələr içərisində olan dünya Azərbaycandan bir ibrət dərsi götürür. Azərbaycandan artıq bir nümunə kimi istifadə edir. Bu böyük bir nailiyyətdir və heç də təsadüfi deyil ki, bugün ən görünən, ən hörmətli yerdə Azərbaycan Respublikasının prezidenti və Azərbaycan xalqıdır Vaşinqtonda. Azərbaycanın təşəbbüsü ilə yaranan sülh modeli bu günləri elə sülh şurasında da nümunə kimi göstərildi. Tam haqlı olaraq vurğuladınız və Gülşən xanım, sizin üçün hansı detallarla, hansı məsələlərlə yadda qaldı bugünkü sülh şurasının iclası? Yəni bu ilk dəfə idi baş verirdi və bu proses bundan sonra da davamlı olacaq. Bəli, Jalə xanım, ancaq burada biz gərək bir məsələyə də demək olar heç bir ay keçməyib də. Məncə yanvarın 20-sində Davosda yadınızdadsa, Sülh Şurasının nizamnaməsi imzalandı. Bir 20-yə qədər ölkə bu vaxt imzaladı və bizim Azərbaycan da orada iştirak edirdi. Cənab Prezident orada çıxış elədi. Yəni, belə götürəndə bu Sülh Şurası özünə görə bir doğrudan da vacib bir beynəlxalq qurum kimi gündəmə gəlməkdədir və bugünkü ilk iclas onu daha göstərdi ki, əgər o ilk iclasda bir 20-yə qədər ölkə iştirak edirdisə, nizamnamənin imzalanmasında, o təqdimat mərasimində. İndi artıq 40-50-yə yaxın ölkə orada iştirak edir və 60-a qədər ümumiyyətlə ölkəyə dəvətnamə göndərilib ki, onlar həmin o qurumda deməli, üzv kimi gələcəkdə özlərini görsünlər. Bilirsiniz ki, o qurumun bir neçə elə bir ki, kateqoriyalar baxımından baxsaq, həm
tam hüquqlu üzvlər ola bilərlər həmin qurumda, həm 3 il müddətinə seçilə bilər üzvlər, ölkələr həmin qurumda. Eyni zamanda bəzi ölkələr də orada ancaq observer kimi də, yəni bunlar müşahidəçi kimi iştirak eləyirlər. Və bu özünə görə bir tərəfdən BMT-ni də xatırladır. Çünki BMT-də də yadınızdadırsa, əgər Təhlükəsizlik Şurasını biz götürürüksə, orada daimi üzvlər var və eyni zamanda qeyri-daimi üzvlər var ki, onlar dəyişirlər. Və burada bir tərəfdən bəzi ekspertlər bu qurumu beynəlxalq baxımdan götürəndə BMT-nin daha çox inert bir vəziyyətdə, pasiv bir vəziyyətdə olmasını əsas gətirərək bu qurumun artıq gündəmə gəlməsi ilə və əgər biz onun nizamnaməsinə də fikir versək, orada məsələ ancaq Qəzza zolağı ilə birbaşa məhdudlaşmır, o daha geniş perspektivdə münaqişələrin həlli ilə məşğul olan bir qurum kimi artıq gündəmə gəlməkdədir və ona görə də mənə elə gəlir ki, ilk addım kimi əlbəttə biz başa düşürük ki, bugünkü görüşün əsas məqsədi ondan ibarət idi ki, əsasən birinci növbədə burada müəyyən maliyyə toplanmalı idi ki, məhz o konkret Qəzza zolağında ikinci mərhələdə həyata keçirilməyi planlaşdırılan bir sıra deməli əməliyyatları həyata keçirmək üçün bu baxımdan bu görüşün Gülşən xanım, sözünüzə qüvvət, yeri gəlmişkən iclasın sonu olaraq Tramp tərəfindən yekun qətnamə qəbul edilib və burada da Sülh Şurasının iclasının yekunları ilə bağlı sənəd imzalanıb və qətnamə şurasının fəaliyyətində rəhbər tutacaq maliyyə şəffaflığı prinsipləri müəyyən edilib. İndi bir qədər sonra biz bunu daha geniş formada müzakirəsini davam etdirəcəyik. Yəni əsas fikir odur ki, burada doğrudan da müəyyən mənada sərmayə, investisiyalar toplanmalıdır ki, məhz o Qəzza zolağında ilk olaraq orada bir sıra vacib məsələlər var ki, ikinci mərhələdə əgər tam mənada indi həmazdan bütün məsələlər həll edilsə və o ərazidə artıq əgər biz götürürüksə bir sıra vacib addımlar həyata keçirilməlidir. Orada ilk növbədə biz atəşkəsin əlbəttə əldə edilib və o atəşkəsin davamlı olması vacibdir ki, ondan sonra müvafiq olaraq həmin ərazidə eyni zamanda demilitarizasiya baş verməlidir ki, bütün orada eyni zamanda orada yaraqlılardırmı, hərbi hansısa hissələrdimi və s. Həmasla birbaşa əlaqəsi olan bütün o hissələr çıxarılandan sonra artıq ora bir vacib şərt kimi də məhz həmin o Sülh Şurasının nizamnaməsində də qeyd, həm də onu ilə bağlı BMT özü də deməli 2025-ci ilin noyabrında bir qətnamə də qəbul elədi Təhlükəsizlik Şurası ki, həmin o Təhlükəsizlik Şurasında belə bir qurumun yaradılması da dəstəklənmişdir. Ona görə biz deməliyik ki, elə cənab Trump da o fikri dedi vaxtilə nizamnaməni imzalayanda ki, biz, yəni bu qurum, Sülh Şurası məhz BMT ilə birlikdə fəaliyyət göstərməyi planlaşdırır. Alternativ hesab etmək olmaz Sülh Şurasına, BMT-nin Təhlükəsizlik Şurasına. Çox ekspertlər elə də baxırlar ona. Ancaq belə baxanda, əgər biz deyiriksə, bir tərəfdən Təhlükəsizlik Şurasının məhz qətnaməsində belə bir, daha doğrusu BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsində noyabrda qəbul edilmiş, qeyd edilir ki, belə bir Sülh Şurası yaradılmalıdır. Bu birinci. Yəni onlar özləri bunun qərarını veriblər. Və əsasən bu nə üçün edilməlidir? Çünki bilirsiniz ki, hələ sentyabrın 29-da cənab Trump İsrailin baş naziri Netanyahu ilə hələ Ağ Evdə həmin o Qəzzanın sülh planını ortaya qoydu. O sülh planını həyata keçirmək üçün onlara müəyyən alətlər lazım idi. O alətlərdən biri də məhz bu Sülh Şurasıdır ki, bu Sülh Şurasından istifadə etməklə onlar Qəzza zolağında orada sülhü, rekonstruksiya işlərini, bərpa işlərini həyata keçirmək istəyirlər. Ona görə burada əlbəttə bir tərəfdən həm də cənab Trump'ın özünün qeyd etdiyi kimi ən azı çıxışında ki, BMT ilə bir yerdə işləməyi planlaşdırırıq. Deməli, ən azı formal olaraq cənab Trump hesab edir ki, o başa düşür ki, BMT tam mənada münaqişələri həll edə bilməyib, yaxşı çalışmayıb, bu fikirləri də deyir. Yaxşı çalışsaydı Sülh Şurasının yaradılmasına da bəlkə heç zərurət yaranmazdı. Biz bunu öz nümunəmizdə görmüşük. Elə 30 ildən artıq bu orada maraqlı bir səhnə baş verdi, Gülşən xanım. Yəni, siz tamamilə haqlısınız. Cənab Trump Birləşmiş Millətlər Təşkilatından işləmək və hətta çıxışında qeyd etdiyi ki, Birləşmiş Millətlər Təşkilatının potensialı böyükdür və hətta söz verdi Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatında təmsilçisinə, o çıxış elədi orada. Yəni, bu əlaqələrin yaranmasıyla bağlı söz dedi. Ancaq bütün bu sözlərə cavabı Albaniyanın baş naziri cənab Ramu çox gözəl
belə deyək, replika ilə cavab verdi. O dedi ki, biz etiraz eləmirik Birləşmiş Millətlər Təşkilatından bu məsələləri həll eləməyə. Ancaq ümid edək ki, sözlərə baxın, ümid edək ki, bu təşkilat can verən nəhəngə bir imkan yaradacaq ki, o fəaliyyətini hansısa formada bərpa etsin. Yəni, bugün dünyada çox gözəl başa düşürlər ki, Birləşmiş Millətlər Təşkilatı, sizin sözünüzün qüvvəsi, öz funksiyalarını tamamilə yerinə yetirmək imkanında deyil idi. Faktiki olaraq bizim münaqişəni həll eləməli idi, eləyə bilmədi. Yaxın Şərqdə öz funksiyasını yerinə yetirmədi və hətta beynəlxalq səviyyədə qanunun pozulmasıyla da bağlı hansısa bir başa düşülən və işlək olan qətnaməni də qəbul edə bilmədi. Hətta qəbul etdisə belə onu reallaşdıra bilmədi. Ona görə bu sulh şurası elə-belə yaranmadı. Düzdür, çox deyirlər ki, Trumpın şəxsən təşəbbüsüdür, Trumpın hansısa öz ambisiyalarını ortaya qoymağın nəticəsidir. Ancaq əslə belə deyil. Birləşmiş Millətlər Təşkilatı yüksək səviyyədə öz işini təşkil etsəydi, bəlkə də belə bir şuranın yaranmasına zəruriyyət yaranmazdı. Ancaq işləmirdilər, eləmirdilər və ən vacib məsələ nədən ibarət? Bilmirəm, siz üzr istəyirəm, mən müdaxilə elədim, ancaq hesab edirəm ki, bu çox vacibdir. Mənə təsir göstərən nə oldu? Axı, bu dünyanın problemlərini həll etmək üçün ən böyük nəhənglər yığışmışdı Birləşmiş Millətlər Təşkilatında və Birləşmiş Millətlər Təşkilatında, belə deyək, birinci skripkanı oynayan Avropa ölkələri idi, böyük nəhənglər idi. Bunlar deyirdilər ki, dünyanı belə idarə etmək lazım idi, dünyanı belə eləmək lazımdır, dünya bu istiqamətdə getməlidir və s. və ilaxır. Siz görürsünüz, orada yalnız Orban'dan başqa bir də Rumıniyanın prezidenti orada iştirak edir, bir Orban idi. Avropa Birliyinin yalnız təmsilçiliyi var idi, yalnız orada bu iki dövlətdən başqa orada heç kim yox idi. Niyə? Ona görə ki, Avropa sadəcə müasir, yeni reallığı dərk eləmədi, başa düşmədi, kənarda qaldı. İndi də qəbul eləyə bilmirlər. Ona görə ki, bu avrosentrizm onlara qoymur, imkan yaratmır ki, bunlar dərk eləsinlər ki, dünya dəyişib, artıq şərqdə elə ölkələr var, artıq Azərbaycan var, artıq yaxın şərqdə yüksələn Pakistan var, yəni başqa ölkələr var. O ölkələr ki, həlledici ölkələrdir, Qazaxstandır, Özbəkistandır, Türk dünyasıdır. İndi mən Türk dünyası yəqin haqqında danışacağıq. Orada çıxış edənlərin əksəriyyəti elə maliyyə məsələsini ortaya qoyan Azərbaycan, Qazaxstan, Özbəkistan. Bax, bu ölkələrdir. Türkiyə dəstək verdi, Türkiyə yüksək səviyyədə dəstək verdi. Yəni, yeni fenomen əmələ gəlir və Avropanın yenə də köhnə fəlsəfəsindən yaşaması heç də onlara şərəf gətirmədi. Trumpın böyüklüyü nədən ibarətdir? Bu, bütün o stereotipləri attı kənara. Ən maraqlısı bundandır. Unikal bir hadisə baş verdi. Trump faktiki qərb dünyasının lideri olaraq qərb dünyasının yanaşmasını kənara qoyub, şərq dünyasının dəfələrlə, illər boyu, təkidlə gündəmə gətirdiyi məsələləri öndə başladı müzakirə eləməyə. Bundan da ikili standartları aradan qaldırmağa. Jalə xanım, ikili standartlar məsələsi kənara çıxdı və bunları demək olmaz ki, ikili standartların hamısı ləğv olundu. Yox, var. Təbii yox, amma bir xatırlatma edəcəm. Çox üzr istəyirəm Səməd müəllim. Təxminən bir ay bundan öncə Trumpın qərarı ilə 61 dünyanın təşkilatından və burada da xüsusilə də qərb təşkilatları üstünlük təşkil edirdi və BMT-nin də 17 institutu olmaqla Amerika Birləşmiş Ştatlarının bu institutları tərk etməsi barədə qərar verdi. Yəni, bu prosesin özü bugün Sülh Şurasının nə qədər zəruri olduğunu ortaya çıxarır. Bəli. Mən onu demək istəyirdim ki, bax, bugün bu yeni dünyada yeni bir fenomen gündəmə gəlir. O yeni fenomen ondan ibarətdir ki, köhnə fəlsəfə artıq işləmir. O təzə fəlsəfənin içərisində illər boyu biz dediyimiz məsələ öz yerini tapır. Bax, Trumpın gördüyü işlər içərisində ən vacib işlərdən biri ondan ibarətdir ki, dünyanın ən güclü, ən qüdrətli, ən imkanlı, ən təsir edici ölkə bu səslərə səs verdi. Və bundan da burada münaqişə möhürləndi. Demirəm, həll olundu. Ona görə ki, həll etmək, biz həll elədik bu münaqişəni. Biz diplomatik sayılarımızı ortaya qoyduq. Biz hərbini gündəmə gətirdik. Biz torpaqlarımızı azad etdik. Ancaq Trumpın dünyanın ən
güclü ölkəsinin rəhbəri kimi bu məsələyə möhür qoymaq və bu məsələ ilə bağlı dünyaya bəyan etmək ki, bax bu sülh məsələsi nümunədir, tamamilə başqa bir mənzərə yaratdı və bununla da şərq dünyasını aktuallaşdırdı. Faktiki ilk dəfə bəşəriyyətin tarixində, üzr istəyirəm bu sözə görə, şərq dünyasının Birləşmiş Millətlər Təşkilatı yarandı. Bax, indi baxıram mən ora görürəm ki, Avropa çəkinir. Niyə çəkinirsən, ay Avropa? Belə sual verərlər. Ona görə ki, sən qəbul edə bilmirsən hələ yeni reallığı. Qəbul edə bilmirsən ki, şərqdən yeni ölkələr gəlir, türk dünyası qalxır, burada həqiqət var, burada ədalət var, burada ikili standartları kənara qoyurlar, burada açıq şəkildə məsələləri həll eləyirlər. Burada yenicənə, indicənə yüksələn, qalxan millətlər öz vəsaitindən başqasına kömək etməyə hazırdılar. Axı, bu da bir reallıqdır. Azərbaycan cəmi 20-30 ildir ayağa qalxıb, yeni, qüdrətli, güclü dövlətə çevrilib, artıq yalnız özü yox, başqalarına da kömək etmək. Biz də orada gördük ki, Azərbaycan öz maliyyəsini də gündəmə gətirdi, ortaya qoydu və bu məsələləri həll etməyə hazır oldu. Artıq dünyanın sülh prosesinə dəstək verməyə hazırdır. Sülh Şurasının ilk iclası hansı proseslərlə yadda qaldı? Ümumiyyətlə, dünyanın qlobal təhlükəsizliyi üçün, yeni beynəlxalq münasibətlər sistemi üçün nə vəd edir? Bununla bağlı həmkarlarımın hazırladığı bir sujet var. Gəlin onu izləyək, sonra davam edəcəyik. Daha çox ölkələr artıq dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətinə düşdüyünü görürük. O, hər hansı bir məsələlərə təsir göstərə bilmir. Alternativ də yoxdur. Odur ki, ümidvarıq ki, biz birlikdə çalışmaqda daha çox sağlam düşüncəni görəcəyik. Bugün bu ümidlə 20-dən çox ölkənin nümayəndəsi Vaşinqtonda bir araya gəldi. Sülhü tələffüz etmək asandır, lakin onu qorumaq, ona sahib çıxmaq çox çətindir. Məhz bu çağırış fonunda Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilir. İclas başlar-başlamaz diqqətdən qaçmayan detalları gördük. Donald Trump səhnəyə çıxarkən ilk olaraq Prezident İlham Əliyev ilə görüşür. Bu jest diplomatik protokol baxımından olduqca simvolik məna daşıyır. Həm Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin əhəmiyyətinə, həm də rəsmi Bakının regional proseslərdə artan roluna verilən diqqət kimi qiymətləndirilə bilər. Siz bizim əziz dostumuz kimi, bəli, siz mənim ofisimdə oldunuz. Xahiş edirəm, ayağa qalxın. Çox sərt bir məsələ idi, belə asan, hər ikisi də çox öz mövqeyində dayanan insanlar idi. Biz görürük. Bu nəticə göz qarşısındadır. Bu ölkələr arasında Azərbaycanın da olması təsadüfi deyil. Azərbaycan artıq beynəlxalq aktördür və Prezident İlham Əliyev qlobal məsələlərin müzakirəsində mühüm iştirakçıdır. Ələxüsus müəllifi olduğu sülh modeli fonunda. Söhbət 30 il davam edən bir münaqişəni yekunlaşdıran, sülhə əl uzadan və ən əsası unikal yenidən qurma modeli yaradan liderdən gedir. Yaşadığımız dünya artıq uzun illərdir belə bir nümunə görmür. Məhz bu aspektdən yanaşdıqda Azərbaycan liderinin təsisatdakı rolu daha aydın olur. Gələk Sülh Şurasının əsas məqsədlərinə. Şura qaynayan qazanı xatırladan, dünyada sülhü və sabitliyi təşviq etməyi planlaşdırır. Lakin, təbii ki, məsələ yalnız kağız üzərindəki bəyanatlarda, saysız vədlərin səsləndirildiyi tribunalarda qalmamalıdır. Bunun üçün Ağ Ev ilkin addımlar atdı. Sülh Şurasına qatılan dövlətlər Qəzzanın yenidən qurulmasına dəstək olacaqlar. Bu yanaşma isə beynəlxalq münasibətlərdə əməli addımlara əsaslanan real siyasət dövrünün əsasını qoyur. Nəticə etibarilə Yeni dünya nizamı sivil dünyanın, münasibətlər və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir. Gülşən xanım, yeni geosiyasi çağırışlar dövründə Azərbaycanın balanslaşdırılmış siyasət kursunda bax, bugünkü platformanın rolu nədən ibarətdir və bu balansı biz hansı formada qoruya bilirik?
Təşəkkür edirəm. Bəli, doğrudan da əgər biz bugünkü Azərbaycanın beynəlxalq səviyyədə, hətta qlobal, bugün biz artıq qlobal səviyyədə götürürük rolundan danışırıqsa, çünki indiyə kimi biz istər-istəməz məhz münaqişəyə görə, düzdür, qlobal çərçivələrdə də böyük işlər görülüb bu dövrə qədər. Ancaq indiki reallıqda artıq biz sülh, cənab prezident demişkən 6 aydır ki, sülh şəraitdə yaşayırıq. Ona görə bu baxımdan əlbəttə ölkə daha böyük məqsədlər qarşısına qoyaraq, daha böyük elə bir ki, nəticələrə yönələn bir fəaliyyət həyata keçirdə bilər. Ona görə əlbəttə Azərbaycanın məhz bu qurumda, məhz il əvvəldən mən qeyd etdiyim kimi nizamnaməsini də imzalayaraq bu qurumda iştirakı gələcəkdə bizim yaxın şərq bölgəsini götürürüksə və məhz Qəzza zolağında yaranacaq bir sıra deməli fəaliyyət çərçivələrində özümüzün də bir baxışımızı ortaya gətirə bilərik. Hansı formada siz soruşa bilərsiniz Jalə xanım? Burada məsələ orasındadır ki, bəzən dünya onu indi qavramağa başlayır. Çünki bir sıra bölgələrdə müharibələr davam etməkdədir. Məsələn, Ukraynada artıq birazdan 4 il olacaq ki, müharibə gedir. Düzdür, danışıqlar məhz cənab Trump tərəfindən aparılır 1 ilə qədər. Onun qoyduğu bir vacib məqsəd idi ki, dünyadakı bütün müharibələri, münaqişələri həll etməyə çalışır ən azı. Və o dövrdə, o məhz hakimiyyətə gəldikdən sonra da bu məsələyə böyük doğrudan da diqqət yönəltdi və inanaq ki, bu istiqamətdə nəsə bir nəticələr əldə edəcəklər. O biri tərəfdən İranla bağlı danışıqlar da hal-hazırda getməkdədir və yenə də məhz İranın burada bu baxımdan ABŞ münasibətləri və orada aparılan danışıqlarda da son dövrdə hansısa bir nəticələrə yönələn fəaliyyət var. Azərbaycan bu baxımdan mənə elə gəlir ki, olduqca gözəl bir nümunə verir. Belə baxsaq dünya ictimaiyyətinə. Bu nümunə nədən ibarətdir? Deməli, bir sıra, əgər biz götürüksə beynəlxalq kontekstdə, münaqişədən çıxmış bölgələrdə adətən donor konferansları keçirilir, müxtəlif dövlətlər gəlirlər. Məsələn, bax, burada indi Qəzzada keçirilən kimi müəyyən maliyyə toplanır və onun nəticəsində həmin o ərazinin bərpa edilməsi fəaliyyəti ilə başlayırlar işləməyə və bu adətən beynəlxalq təşkilatlar tərəfindən aparılırdı indiyə kimi. Azərbaycan reallığında biz tamamilə yeni bir president yaratmışıq. Bizə demək olar heç kim heç bir maliyyə verməyib. Azərbaycan öz büdcəsindən hər il müvafiq maliyyə ayıraraq, məhz müharibə dövründə o ağır günləri yaşamış o 20% ərazidə böyük bir iş aparmaqdadır 20-ci ildən bugünə kimi. Biz bunu çox gözəl bilirik. Yəni, orada tamamilə o ərazilər yenidən tikilirlər, böyük rekonstruksiya işi, bərpa işi aparılır və infrastruktur baxımından bu iş aparılır. Eyni zamanda insanların da ora köçürülməsi son dövrdə onu göstərir ki, bu təcrübə özünə görə beynəlxalq ictimaiyyət üçün böyük bir imkandır ki, bundan istifadə eləsin. Çünki indi biz əgər Qəzzanı da götürsək misal kimi, bu Qəzzada onlar müvafiq hansısa bir bu tipli fəaliyyət aparmalıdırlar. Yenidən o ərazilərə 100% əlbəttə infrastrukturla bağlı maliyyə toplanmalıdır ki, orada yenidən evlər tikilsinlər, yollar tikilsin, hər şey dağılıb, uçurulub və heç nə yoxdur. Bu baxımdan məsələn Azərbaycanın həmin o beynəlxalq, qlobal bir şəbəkənin içərisində, o qurumun içərisində iştirakı, mənə elə gəlir təcrübə baxımından qlobal səviyyədə gələcəkdə Ukrayna üçün də bu olduqca vacib, misilsiz bir təcrübə ola bilər. Çünki bizim artıq keçdiyimiz yolu gələcəkdə bu münaqişə ocaqlarında da artıq başqaları keçə bilərlər və biz bu mənada onlara həm minaların təmizlənməsi baxımından öz təcrübəmizlə bölüşə bilərik, həm ümumiyyətlə, məsələn, yadınızdadırsa sülh prosesinin dialoqun aparılması Dialoqun aparılması, itkin düşmüş insanların tapılması ilə bağlı nə boyda böyük işlər görülür bu ölkədə. Yəni, bu baxımdan bütün o ərazilərdə də o tipli işlər aparılacaq və mənə elə gəlir ki, bu baxımdan Azərbaycanın təcrübəsi də olduqca lazımlı olacaq. Səməd müəllim, Azərbaycanın özü Sülh Şurasının yaradılmasında, yəni sülhü əldə etmiş ölkə kimi fəal iştirak etdi. Yaradıcılarından biridir deyə bilər ki, bəs Sülh Şurasının özü Cənubi Qafqazdakı davamlılığa, sabitliyə, təhlükəsizliyə hansı formada təsir göstərə bilər? Ümumiyyətlə, sülhün daha, belə deyək, davamlı olmasına, uzun müddətli olmasına necə təsirini göstərə bilər? Çox gözəl bir sualdır və faktiki Gülşən xanım dediyi məsələlər də böyük bir həqiqət də mövcuddur. Ona görə ki, biz nə görürüksə, bizim hər bir addımımız, hər bir təşəbbüsümüz, hər bir layihəmiz,
İstəyir tikinti layihəsi olsun, istəyir maliyyə layihəsi olsun, istəyir dəstək layihəsi olsun, bir neçə məna öz içərisində ehtiva edir. Birincisi, təbii köməkdir, beynəlxalq səviyyədə iştirakdır, hansısa bu formada dünyada gedən proseslərdən kənar yox, əksinə aktiv iştirakdır. Ancaq bununla yanaşı Azərbaycanın milli maraqlarını qoruyub saxlamaq və möhkəmləndirmək deməkdir. Bir nə qədər çox Trump'ın avtoriteti, təsiri, imkanı dünyada artırsa, bir o qədər bugün bizə Azərbaycanın milli maraqlarına uyğundur. Axı, cənab prezident elə München Təhlükəsizlik Konfransında erməni jurnalistinə cavab verərək dedi ki, Biden olsaydı, sizin o layihəniz, neydi o layihənin adı? Sülh kəsişməsi keçərdi. Ancaq sülh kəsişməsi yox, TRIP layihəsi həyata keçirilir. TRIP layihəsində müəllifi adı içərisində olan cənab Trump'dır. Ona görə bir nə qədər çox Azərbaycan-Amerika münasibətləri möhkəmlənirsə, bir o qədər çox Azərbaycan birincisi dünyaya öz töhfəsini verir, yaxın şərqə öz töhfəsini verir, dünyada tanınmış ölkədir və bir qısa bir müddətdə, biz belə şey görməmişik, bir qısa bir müddətdə Azərbaycan Respublikasının prezidenti artıq kömək eləyin mənə, 3-cü dəfədir, ya 4-cü dəfədir prezident Trump'la görüşür. Prezident Trump'la deyəndə ki, Amerika Birləşmiş Ştatlarının prezidenti, dünyanın ən aparıcı qüvvəsi, ən aparıcı prezidenti nömrə 1 kabinetdə, nömrə 1 ölkədə danışıqlar aparır. Axı biz indiyənədək görmüşük ki, nə bilim 10 ildən bir, 5 ildən bir, ha vaxtsa baş katibin, üzr istəyirəm, dövlət katibin Amerika Birləşmiş Ştatlarının mavininin köməkçisinin köməkçisi Azərbaycana gələcək, biz də onunla görüşəcəyik, biz də onunla müzakirə aparacağıq, deyəcəyik ki, Azərbaycan da mövcuddur, orada bizi qulaq asaraq deyəcək ki, ölkələr çoxdur, çox olduğuna görə də Azərbaycanla biz məsələni hələ ki, kənara qoyuruq. İndi elə deyil. İndi Azərbaycanın sözü, Azərbaycanın mövqeyi, deməli Azərbaycanın problemləri nömrə 1 Amerika Birləşmiş Ştatlarında müzakirə olunur. Heç də təsadüfi deyil. Və vitse-prezident səviyyəsində gəlir Azərbaycana. Strateji xartiyanı imzalayırıq. Bu yaxınlarda mən dəvətnamə almışam. Yenidən Amerika Birləşmiş Ştatlarına gedəcəm. Konqresdə bir konfransdır. İstəyirlər Azərbaycanın mövqeyini də qulaq assınlar, görsünlər Azərbaycanın mövqeyi. İşçi qrupları fəaliyyət göstərir, parlament fəaliyyət göstərir. Bütün biznesmenlər gəlirlər, konqresmenlər Azərbaycana gəlirlər. Bu nə deməkdir? Bu yalnız Azərbaycanın beynəlxalq səviyyədə mövcudluğunu, rolunu, əhəmiyyətini artırmaq deyil. Bəli, budur. Ancaq bununla yanaşı Azərbaycanın burada mövcudluğunu, sərhədlərini, layihələrini, Zəngəzur dəhlizini bir dəfəlik, ömürlük, ona görə mən o sözündən istifadə etdim, möhürlənməsi deməkdir. Və ona görə də Azərbaycan Respublikasının prezidenti belə bir təşəbbüslərdə iştirak edərək Azərbaycanın bayrağını yüksəldir və nə qədər ki, Azərbaycanın bayrağı ən yüksək mərhələlərdədir, bir o qədər Azərbaycan təhlükəsini, Azərbaycan mövcud olan təhlükələrinin qarşısını alır. Axı biz bilirik, regionda təhlükələr mövcuddur. Özdə bu təhlükələr ölkənin içərisindən gəlmir. Bu təhlükələr, təəssüflər olsun, kənardan gəlir. Bax, bu kənar qüvvələr də bugün baxırlar. Bugün baxırlar ki, sülh şurası Azərbaycanla başladı və axırıncı kadrlara baxsanız, o maliyyə layihəsinin imzalanmasını Azərbaycanla da yekunlaşdırdı. Yəni, bugün Azərbaycana hansısa bir təhdidlə, hansısa bir problemlə, hansısa bir məsələ ilə çıxmaq o qədər də hasant bir məsələ deyil. Ona görə ki, Azərbaycan artıq beynəlxalq sistemin içərisində ən güclü xəlqələrdən biridir. Yəni, açar dövlətlərdən biridir. Azərbaycanın bu saat mövcudluğu artıq yaxın şərqin o cümlədən təhlükəsizliyini, maliyyə məsələlərini və s. məsələlərini həll edir. Bir nüans, sizin çox gözəl sualınıza əsasən. Bax, görürsünüz, biz müdaxilə edərək, biz öz töhfələrimizi verərək yenə də balanslaşdırılmış şəkildə gedirik. Biz müharibədən çıxmış bir dövlətik, millətik və torpaqlarımızı yenicənə azad etmişik və orada bərpa, quruculuq işləri aparırıq. Biz maliyyə dəstəyi veririk.
biz Azərbaycanın bayrağını yüksəldirik, ancaq biz orada birbaşa Qəzzada əskərlərimizin mövcudluğuna o qədər də müsbət yanaşmadıq, yəni göndərmədik hələ ki. Bəlkə gələcəkdə olacaq, ancaq bugün yoxdur o məsələ. Artıq ölkələr müəyyən elədi, hansı ölkələr öz əskərlərini göndərməyə hazırdır. Bu tamamilə düzgün bir yanaşmadır. Mən hesab edirəm ki, bugün Azərbaycanın siyasi, diplomatik və bu nöqteyi nəzərdən yanaşması ən düzgün, balanslaşdırılmış yanaşmadır. Ona görə ki, bizim həm Fələstindən münasibətlərimiz yüksək səviyyədə, həm İsrail dövlətindən münasibətlərimiz. Yəni Sülh Şurasında iştirakımız heç bir region ölkəsinin reaksiyasına səbəb ola bilməz. Tamamilə doğrudur. Bax, bu da çox vacib bir nüanslardan biridir. Ona görə bir nə qədər çox belə təşəbbüslərdə biz iştirak edəcəyik, bir o qədər biz öz maraqlarımızı möhkəmləndirəcəyik. Bir nüans da burada var Jalə xanım, onu da çox qısa şəkildə deyim. Buyurun. Axı, mən öncədən çıxış eləyəndə dedim, hələ Azərbaycanın siyasətinlə o qədər də belə deyək, razılaşmayan qüvvələr xüsusilə Avropada mövcuddur. Və onlar da büyük baxırlar, görürlər və nəticə çıxardırlar. Nəticə çıxardırlar ki, onların Azərbaycana yanaşması yanlış idi. Onların Azərbaycana təzyiqi keçmədi. Onların düşüncəsi Azərbaycanla bağlı özünü doğrultmadı. Deməli, bugün Azərbaycanın apardığı beynəlxalq səviyyədə, ən yüksək səviyyədə siyasəti həmin Avropaya da ciddi şəkildə təsir göstərir. Bəli. Gülşən xanım, Azərbaycan, Amerika Birləşmiş Ştatları münasibətlərində, bax, Sülh Şurasında bugünkü iclasımız ümumiyyətlə dövlət başçımızın Donald Trumpın hakimiyyətə gəlməsindən sonra səhv etmirəmsə ikinci səfəridir. Və bu səfərlərin intensivliyi, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin genişlənməsi hansı yeni imkanları açır? ABŞ, Azərbaycan münasibətlərinin indiki mərhələsini necə qiymətləndirir? Əlbəttə, çox yaxşı sualdır. Yəni, biz əgər ümumiyyətlə nəzər salsaq, ABŞ Azərbaycanı tanıyan ilk ölkələrdən biri olub, vaxtilə, hələ 92-ci ilin fevralında ABŞ Azərbaycanı tanıyıb bir müstəqil dövlət kimi və çox tez bir zamanda, elə 92-ci ildə həm Azərbaycanın ABŞ-da, həm də ABŞ-ın Azərbaycanda səfirlikləri açılıb. Əgər biz o dövrdən bugünə kimi baxsaq, əlbəttə, burada bu münasibətlərin müəyyən dövrlərdə elə bir ki, çox yüksək, bəzən isə aşağı səviyyədə inkişaf etməsinin biz şahidi oluruq. Ancaq məhz Donald Trump dövrünü götürülürsə, həm birinci dönəmdə müəyyən mənada orada da münasibətlər xeyli yaxşı idi. Həm də indi ikinci dönəmdə bu tamamilə yeni bir reallıqdır ki, biz bunu hamımız başa düşürük ki, məhz bu bir il ərzində cənab Trumpın belə götürsək, bir ildən bir qədər çoxdur ki, o artıq məhz hakimiyyətin başında dayanır və bu dövrdə Azərbaycan-ABŞ münasibətləri tamamilə yeni bir səviyyəyə qalxmışdır. Və biz bunu məhz mənə elə gəlir ki, bir neçə istiqamətlərdə görməliyik. Birinci, ABŞ-ın çox fəal şəkildə Cənubi Qafqazda öz nüfuzunun qaldırılması baxımından və sülh proseslərində öz töhfəsinə görə, çünki Vaşinqton sammitini biz iki istiqamətdə təhlil etməliyik. Vaşinqton sammiti ki, baş verdi 2025-ci ilin avqustun 8-də orada imzalanan iki tərəfli və üç tərəfli elə bir ki, sənədlərdə deməli, birinci növbədə Azərbaycan və ABŞ münasibətlərinin inkişafı baxımından olduqca vacibdir və burada biz doğrudan da müəyyən nəticə əldə etdik. Belə baxsaq, strateji xartiyanı imzaladıq 6 aydan sonra. Strateji xartiyanı onda biz artıq işçi qrup yaratdıq ki, o xartiyanı yaratsınlar. Və o işçi qrupun ən böyük mənə elə gəlir töhfəsi odur ki, 6 ay ərzində çox qısa bir müddətdə o xartiya hazır oldu. Çünki belədir, bizdə xartiya yox idi. Və o xartiya məhz Vaşinqtondakı sammitdə imzalanmış həmin o sənəd əsasında Azərbaycan və ABŞ arasında işçi qrupların formalaşdırmaqla onu biz yaratdıq. Bu birinci iki tərəfli istiqamət sizin verdiyiniz sual. İkinci isə mənə elə gəlir, burada biz eyni zamanda üç tərəfli sənədidə və birgə bəyannamə ki, biz Ermənistan və Azərbaycan liderləri və eyni zamanda ABŞ prezidentinin şahidliyi ilə imzalanmış o üçüncü çox vacib sənəd ondan ibarət idi ki, o sənəddə çox aydın şəkildə birinci Trump marşrutu ilə bağlı müvafiq orada bənd var. Eyni zamanda orada olduqca vacib məsələ ondan ibarətdir ki, orada təsdiqlənir ki, hələ Ermənistan tərəfi bir sıra addımlar atmalıdır ki, biz sonda həmin o sülh müqaviləsini imzalayaq. Çünki biz həmin o imza, orada düzdür, hər üç liderin şahidliyi ilə belə baxanda Xarici İşlər Nazirləri iki sənədi imzaladılar. Birinci, daha doğrusu parafladı, birinci Ermənistan və Azərbaycan Xarici İşlər Naziri deməli müqaviləni
Ermənistan və Azərbaycan arasında sülhün deməli bərqərar olması və ikitərəfli münasibətlərin, dövlətlər arası münasibətlərin qurulması ilə bağlı. İkinci də onlar müraciət imzaladılar ATƏT-in Minsk qrupuna ki, orada ATƏT həmin o Minsk qrupunu ləğv etsin və onunla bağlı bütün qurumlar da ləğv edilsin. Və bu birinci sənəd paraflanma çox vacib idi, çünki o hüquqi əsasdır. Gələcəkdə artıq Ermənistan özünün konstitusiyasına dəyişiklik eləyəndən sonra biz artıq birbaşa həmin o sənədi imzalaya bilərik. Dövlət liderləri səviyyəsində. İkinci sənəd isə artıq öz həllini tapıb, artıq Minsk qrupu da yoxdur. İndi biz gəliriksə iki tərəfli münasibətlərə, o deməli qlobal üç tərəfli münasibət idi. Azərbaycan, Ermənistan, Gürcüstan sülh layihəsi, sülh gündəliyi və hal-hazırda orada böyük işlər gedir. İki tərəflidə isə ən vacib məsələ, bayaq Səməd müəllim onu qeyd elədi, yəni o memorandum imzalanandan sonra ABŞ-da və işçi qruplarının, ABŞ və Azərbaycan tərəfindən işçi qruplarının çox yaxşı, səmərəli fəaliyyəti nəticəsində məhz J.D. Vance-in Azərbaycana həmin o gələn səfəri zamanı biz həmin o vacib sənədi imzaladıq. Bu nə üçün vacib idi? Soruşa bilərsiniz. Məsələn, əgər biz müqayisə eləsək, Azərbaycan bir sıra ölkələrlə elə sənədlər imzalayıb, belə baxanda strateji tərəfdaşlıqla bağlı bir sıra səviyyələrdə. Ancaq ABŞ-dan bizdə belə bir sənəd yox idi. Əgər qonşu Ermənistanı götürsək və ya qonşu Gürcüstanı götürsək, onlarda elə sənədlər var idi. Gürcüstan lap əvvəl onu imzalayıb, neçə illərdir ki, o ilə bağlı işləyirlər. Ermənistan onu keçən il bağladı, 25-ci ilin deməli, yanvarında elə bir sənədi və biz isə belə bir sənəd bizdə yox idi. Ona görə burada vacib 3 istiqamət, yeni istiqamətlər də və köhnə istiqamətlərdə də öz əksini tapır. Birinci regional bağlantılar məsələsi də o sənəddə vacib bir istiqamət kimi ki, orada ticarət, tranzit və enerji məsələlərinin öz əksini tapır. İkinci vacib istiqamət iqtisadi sərmayələrdir ki, burada çox vacib bir istiqamət kimi süni intellekt və rəqəmsal infrastruktur məsələləri qoyulur. Və üçüncü, artıq o sahə ilə biz həmişə işləmişik, o artıq təhlükəsizliklə bağlı əməkdaşlıq idi ki, məhz 907-ni dayandırmaqla 2002-ci ildən başlayaraq Azərbaycan və ABŞ arasında məhz beynəlxalq təhlükəsizlik baxımından müvafiq iş həmişə aparılır. Bəli, biz regional prosesləri Sülh Şurasında müzakirəsinə nəzər yetirdik, amma Donald Trump'ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı çağırışları oldu. Xüsusilə də Çinin bu prosesdə fəal iştirakına çağırışlar var idi və bundan sonra hətta Donald Trump'ın dilindən səsləndi ki, çox yaxın zamanlarda Rusiya-Ukrayna müharibəsinin də başa çatmasını biz gözləyə bilərik. Necə düşünürsünüz? Bax, bu çağırışlar real nəticələrini verəcəkmi? Səməd müəllim. Hər bir halda Sülh Şurası yeni gündəm yaradır. Və bu yeni gündəm tamamilə başqa tələblərlə, tamamilə başqa çağırışlarla dünya liderlərinə çatdırılır. Və heç kim istəsələr də, kimsə hansısa səviyyədə özünü kənar tutsa da, misal üçün Avropa ölkələri hələ tərəddüd içərisindədirlər, hələ fikirləşirlər, düşünürlər. Bəzi ölkələr daxil olurlar, bəzi ölkələri bəzən də bəyanat verirlər ki, biz heç daxil olmayacağıq. Heç bir fərqi yoxdur. Nə mənada fərqi yoxdur? Sülh Şurası artıq beynəlxalq səviyyədə öz sözünü dedi, bir reallıq kimi gündəmə gəldi və reallıq kimi gündəmə gələrək yeni güclərin, Jalə xanım, dünyada mövcud olan yeni güclərin mövcudluğunu dünyaya bəyan etdi. Ən vacib məsələlərdən də biri bundan ibarətdir ki, dünya dəyişmişdi. Dəyişmiş dünyanın içərisində yeni güclər mövcuduydu və bu yeni gücləri köhnə strukturlar qəbul etmirdi. Misal üçün, mən heç də təsadüfən demədim ki, artıq bir fenomen kimi, bir reallıq kimi Türk dünyası mövcuduydu və möhkəmlənirdi. Türk dünyası artıq Avropanı, Türk dünyası artıq bütün Mərkəzi Asiyanı, Türk dünyası artıq Qafqazda, Türk dünyası yaxın şərqdə öz sözünü deyirdi. Heç kim inkar edə bilməz. Türkiyənin Siriyada rolunu, Azərbaycanın Siriyadan başladığı münasibətləri, biz axı Türk dünyasının bir parçasıyıq, ayrılmaz bir parçasıyıq. Azərbaycan-İraq münasibətləri, Azərbaycan-Siriya münasibətləri, Azərbaycan-İsrail münasibətləri. Yəni, Azərbaycan deyəndə biz artıq Azərbaycanı nəzərdə tutmalıyıq. Ona görə ki, Azərbaycan böyük bir dünyanın, böyük bir yeni fenomenin parçasıdır. Bax, bu yeni fenomen, birinin mən adını çəkdim, Türk dünyası. Başqa bir yüksələn bir dövlət var idi.
Yəni indi də mövcuddur. Pakistan nüvə silahına malik olan, böyük əhalisinə, böyük potensiala malik olan, hər bir təbii sərvətlərə malik olan dövlətdir. Ancaq bunu beynəlxalq səviyyədə sanki görmürdülər. Bax, yenə də təkrar edirəm, bax, bu sülh şurası artıq formalaşmış, artıq dünyaya təsir imkanı olan qüvvələri, ölkələri artıq qabarıq şəkildə dünyaya göstərdi və sizin sualınıza cavab olaraq təbii bunlar təsir göstərəcəklər. O qüvvələr ki, bugün sülh yox, müharibə gündəminlə yaşayırlar, onlar nəticə çıxartmalıdırlar ki, bax, bu yeni bir fenomen artıq mövcuddur və proseslərə təsir göstərəcək. Biz təbii istəyərdik ki, bu proseslər tez olsun. Ancaq burada vacib məsələlərdən biri nədən ibarətdir? Ki, bax, bu sülh şurası bu reallıqları qabardır, ancaq fundamental prinsiplərə toxunmur. Hansı fundamental prinsiplərdən söhbət gedir? Ərazi bütövlüyü fundamental prinsipi, suveren dövlətlərin mövcudluğu prinsipi və Amerikanın bu prosesdə xüsusi rolu prinsipini. Bəli, əlbəttə, mən sizə təşəkkürümü bildirirəm və çox maraqlı müzakirələriniz üçün, sülh şurasını dərindən təhlil etdiyiniz üçün, həqiqətən də bugün dünyada baş verən proseslər fonunda keçirilən sülh şurasında Azərbaycanın rolu da danılmazdı, iştirakı da danılmazdı və regionun təhlükəsizliyinə verdiyi töhfələr də bugün öz sözünü deyir. Belə, hörmətli tamaşaçılar, biz Vaşinqtonda artıq başa çatan sülh şurasının ilk iclasını hansı məsələlərlə yadda qaldı? Bizlə müzakirə etdik, bizə baxdığınız üçün sizə də təşəkkürümüzü bildiririk. Gecəniz xeyrə qalsın. Düzəllik.